Doktorantura ingilis dili üzrə hazırlaşan zaman müəllim seçimində nələrə diqqət etməlisiniz? Bildiyiniz kimi doktorantura imtahanı ölkədə keçirilən beynəlxalq formatda yeganə ingilis dili imtahanıdır. İmtahanda siz dilin 4 əsas bölməsi, üstəgəl Reading Comprehension adlanan yeni bir əlavə edilən bölmədən imtahan verirsiniz. Yeganə imtahandır ki, qrammatika keçən ildən tamamilə ləğv edilib. Doktorantura ingilis dili imtahanı ənənəvi qrammatika və mətn əsaslı abituriyent və magistr imtahanlarından tamamən fərqlənir. Bu imtahan beynəlxalq ingilis dili imtahanları olan IELTS, TOEFL, Cambridge-in səviyyə imtahanları olan PET, FC-nin struktur bazası əsasında hazırlanıb. Ona görə də siz doktorantura hazırlaşan zaman müəllim seçimində diqqətli olmalısınız. Ənənəvi qaydada qrammatika və mətn əsaslı hazırlıq keçən müəllimlərdən uzaq durmalısınız. Doktorantura hazırlıq müəllimi IELTS strukturasını bilməli, özü IELTS müəllimi olsa daha yaxşı olar. Cambridge-in səviyyə imtahanlarına məlumatlı olmalı. Dil səviyyələri nədir? Onları fərqləndirən nədir? Hər bir dil səviyyənin tədris müddəti nə qədərdir? Dil səviyyənin tədrisi zamanı istifadə edilən beynəlxalq səviyyədə tanınmış vəsaitlərdən məlumatlı olmalı və onları öz dərslərində istifadə etməlidir. Müəllim seçimi zamanı bunlara diqqət etməlisiniz.